Ədədlər arasındakı əlaqəni tapmalıyıq. Bu daha çox arıcılığa oxşuyur. Ədədlər çox böyükdür, onda hasil olmur adətən. Cəmi və ya fərq olur və ya nəsə çıxılır. Burada 80-dən 55-ə 25 çıxılıb. 55-dən 58-ə 3 gəlirik. Görə arıcılıq uyğun gəlirmi? 58-dən 38-ə 20 çıxılır. Sonra yenə 3 gəlir. Deməli, yuxarıdan aşağıya hər dəfə 3 gəlir. Bu ödənir. Bu eynidir. Çıxılanlar isə sanki 5% azalır. Baxaq, 41-dən 26-ya 15 çıxılmalıdır, düzdür. 29-dan 19-a 10 çıxılıb. Növbətdə isə 5 çıxılmalıdır. Yəni, bizdə sualın yerinə olmalıdır. 22 çıxılsın 5. Çıxılanlar 5-5 azalır. Burada 25-dir, sonra 20, 15, 10 və 5 çıxılmalıdır. Bizdə 22-dən 5 çıxır, tapırıq 17. Cavab A bəndi 17. Hər şəkildə sağdakı və soldakı ədədlərdən ortadakı ədəd alınmalıdır. Diqqətlə baxsaq görək ki, ortadakılar kvadratlardır. 25 5-in kvadratıdır. Bu 12-nin kvadratıdır. 36 6-nın kvadratıdır. Burada da kvadrat olmalıdır. Və bu 25-i 5-in kvadratıdır. Bu kənardakıdan hasildə 5 verir buranda. Aşağı 4 vur 3 12-dir. 12 ilə kvadratı 144-dür. Deməli, sağ yuxarıda 3 vur 2 6-dır. 6-nın kvadratı 36 yazılıb. Sonuncuya baxaq. 6 vur 4 bərabərdir 24. 24-ün kvadratını tapmalıyıq. Bu da bərabərdir 576-ya. Cavab C bəndi 576. Ədədlərin arasında əlaqəni tapmalıyıq. 45-dən 12 alınmalıdır və ya 4 və 5-dən. Bu biraz çətin görsən. Çünki burada tətbiq edilmiş 45-dəki 9-dan 3 almaq üçün tətbiq edə bilməyəcəyik. Amma 12-dən 45 tapmağa çalışsaq, 12-ni 3-ə vuranda 36-dan, amma 4-ə vursaq yoxlayaq. 12-ni vuranda 4-ə alınır 48. 48 çıxılsın 3 də bərabərdir 45-dir. Digərini yoxlasaq, 6 vurulsun 4 bərabərdir 24. 24-dən 3 çıxanda alınır 21. Burada da ödənir 3 vur 4 12. 3 çıxanda 9. 8 vur 4 32. 3 çıxanda 29. 5 vur 4 alınır 20. 3 çıxanda 17 alınır. Sonuncuda olmalı deməli x-ə vurub 4-ə 3 çıxanda 73 alınmalıdır. Buradan alınır 4x bərabərdir 76. X bərabərdir 19. Cavab D bəndi 19. Hər bir şəkildə yuxarıdakı və aşağıdakı ədədlərdən ortadakı ədəd alınıb. 6 və 9-dan bəlkə də 45-i almaq olar, amma 23 sadə ədəddir. Burada vurmalıq bir şey yoxdur. Daha rahat 53-dən görə bilərik ki, biz 7-ni 5-ə vuranda 35 alınır və yerləri dəyişib rəqəmdən 53 yazılıb. Bunu 32-dən də 23-dən görə bilərik. 8 vur 4 32-dir. Rəqəmləri tərsinə yazılıb. 6 vur 9 54-dür. 45 yazılıb. Burada olmalıdır 3 vur 9 bərabərdir 27. Yerlərini dəyişsə 72. Cavab B bəndi 72. Şəkildəki ədədlər arasında oxlarla istiqamət göstərilib. Bu ədədlər arıcılığı deməkdir. Ədədlər çox böyükdür. Ona görə hasilə yox, ancaq aradakı fərqlərə baxacaq artımına görə qanunauyğunluğu tapmağa çalışacaq. Burada üzərinə 4 gəlib. Növbətdə 8 gəlib. Növbətdə 7 gəlib. Deməli, artımda bir qanunauyğunluq yoxdur. 7-dən sonra 5 gəlib. Diqqətlə baxsaq görək ki, bu 1 ilə 3-ün cəmi 4-ə bərabərdir. 1 ilə 7-nin cəmi 8-dir. 2 ilə 5-in cəmi 7-dir. Eyni qayda ilə 3 ilə 2-nin cəmi də 5-dir. Növbəti 3 ilə 7-nin cəmi 10 olmalıdır. Üzərinə 10 gəlinib, düzdür. 4 üstəgəl 7 alınır 11. Üzərinə gəlinir 58 alınır. 5 üstəgəl 8 13-dür. 71. 7 üstəgəl 1 üzərinə 8 gəlmək lazımdır. Olacaq 71 üstəgəl 8 79. 7 üstəgəl 9 16-dır. 79 üstə 16 gəlir 95 alınır. Doğru tapmışıq. Cavab C bəndi 79. Dəyər n-şı hərflərinin arıcıl yazılışıdır burada. Deməli, dəyər n-şı hərflərin sayını tapırıq birinci. 7 hərf var. Sonra həmin 7 hərf biri təkrarlanır. Deməli, hərflər 7 təkrarlandığına görə biz 983-cü hərf tapmaq üçün bunu 7-yə bölməliyik. 983 bölünsün 7. 98 7-yə bölünür səhv eləmirəmsə. 9-u 7-yə böləndə 1. Bura qaldı 7. Bəli, 28-də 4 dəfə 28. Qalıq qaldı bizdə 3. Deməli, 3-cü hərf 980-ci hərfdə bu bitir. Bu 980 olduqda burada ş-da bitir. Bundan sonra 3 hərf olmalıdır. D, Ə,
Y hərfləri düşür. Yəni 3-cü hərfimiz artıq Y-dir. 983-cü hərfdən eyni hərfdir. Cavab D bəndi Y. Yuxarıdakı verilmiş ədədlərdən hər ikisini aşağıdakı biri alınır. Sonra yenidən həmin ədədlərdən də daha aşağı sətirdəkilər alınır. Qanuna uyğun tapmağa çalışaq. Ən rahat görünən bu 5 ilə 3-ün cəminin 8 olduğudur. Aşağıda 8-dir. Digərlərinsə belə bir qanuna uyğunluq burada görünmür. 9 ilə 5 toplayanda alınır 14. 1 və 4-ün rəqəmləri cəmi 5-dir. Demək, rəqəmlər cəminə baxaq digərində də. 3 + 8 11-dir. 1 + 1 2-dir rəqəmləri cəmi. 8 və 7-nin cəmi 15. Bu da rəqəmlər cəmi 6 alınır. Digərlərini yoxlayaq. Burada da 2 ilə 6-nın cəmi 8-dir. 5 + 8 13-dür. Rəqəmləri cəmi 4 alınır. Bizdə ortadakı hissədə qaldı deməli 8 + 2 10. Onun rəqəmləri cəmi 1 + 0 bərabərdir 1 olur. Cavab A bəndi. Soldakı ədədlərdən sağdakı ədədlər almalıyıq. Deməli, rəqəmlər çoxdur burada. 4 rəqəm var. Bunların hasili çox böyük bir ədəd alınacaq. Ona görə hasilinə baxmır. Cəminə baxsaq, bu rəqəmlərin cəmi olur 16 və 16-dan 36 almaq da biraz çətin məsələdir. Diqqətlə baxsaq, bu 36 daha rahatdır bunu görmək. 2 hasillərin cəmi ödəyir. Yəni 5-i vursaq 6-ya olacaq 30. 2-ni 3-ə vuranda 6, cəmi 36 alınır. Digərlərini də yoxlayaq. Burada alınır 16 və 7-nin cəmi 23-dür. 3 vuruş 9, 7 vur 4, 28, 37 alınır. Hamısını yoxlayaq. Deməli, 4 vur 2, 8 və 72 ödənir. 6 və 12 ödənir. Biz tapmalıyıq 5 vur 9. 5 vur 9 45-dir və 4 üstə gəl 3 də 12. 45 üstə gəlinsin 12 cəmi tapmalıyıq. Olur 57. Cavab C bəndi 57. Ədədlər arasında əlaqəni tapmalıyıq. 6-nı 5-ə vuranda birinci 30 olur. Üzərinə 3 gəlsək 33 alınır. Amma 9-u 7-yə vuranda 48-dən çox böyük olur. 2-ni 4-ə vuranda 8 alınır. Biraz 18-ə görə kiçik ədəddir. Digər əvvəlki qayda ödənmir. 6-dan 5 toplasaq amma olacaq 11. 6 üstə gəl 5 bərabərdir 11. 11-i 3-ə vuranda 33 alınır. Digərində 9-un üstə 7 gəlində alınır 16. 16 3-ə vuranda 48 ödənir. 2 üstə gəl 4, 6, 3-ə vuranda 18 doğrudur. Sonuncuya baxaq. 13 üstə gəlsin 8 bərabərdir 21. 21-i 3-ə vurmalıyıq. Bərabərdir 63 alınır. Cavab B bəndi 63. Solda və sağda verilmiş 3 rəqəmli ədədlərdən mötərizə daxilinə ədədi almalıyıq. Burada rəqəmlərin hasilinə baxmayaq. Çünki burada məsələn 402 rəqəmlərin hasili 0-dır. Burada hasil çox böyükdür. Oradan 13-ə gəlmək biraz çətin olar. Rəqəmlərin cəminə baxaq. Deməli, birincisinin rəqəmlərin cəmi 18-dir. Sağdakı rəqəmlərin cəmi 9-dur. Çıxanda 9 alınır. O da düzdür. Ortakına bərabərdir. Digərlərini yoxlayaq. 8, 7 və 4-ün cəmi olur 19. 4, 0, 2-nin cəmi olur 6. Çıxanda 13 ödənir. 3-cü sətirdə soldakının cəmi olur 24. Sağdakının cəmi olur 13. Sağdakı rəqəmlərin cəmi fərqi 11-ə bərabərdir. Biz sonuncuya baxaq. 2 üstə gəl 8 üstə gəl 6 bərabərdir 16. 3 üstə gəl 1 üstə gəl 3 bərabərdir 7. 16-dan 7-ni çıxsaq 9 alınır. Cavab A bəndi 9.